Gəlin dim test toplusundan belə bir sualın izahına baxaq. Burada 2 loqaritm 3 əsasdan x-in kubu üzərinə gəlinsin. Loqaritm 3 əsasına görə x üstü 20 bərabərdir 52. Deyir, bu tənliyi həll edin. Burada bu 2 yox, 3'dür. Belə. Və biz bilirik ki, burada bu 3 ilə 20 qarşıya düşə bilir. 2 vurulsun 3 loqaritm 3 əsasına görə x üzərinə gəlinsin 20 loqaritm 3 əsasına görə modulda x qalacaq bu səfər. Çünki deməli bax burada tək dərəcə olduğu üçün mən elə burada x-in özünü saxladım. Amma burada cüt dərəcə 20 cüt dərəcən olduğu üçün modulda x olduğu kimi qalır burada. Bərabər olur 52. Bax belə. Burada deməli olur 6 loqaritm 3 əsasına görə x üzərinə gəlinsin 20 loqaritm 3 əsasına görə modulda x bərabər olur 52. Burada onsuz belə deyək ki, bu x böyük olmalıdır 0-dan. Bax, buradakı bu x-lar böyük olmalıdır 0-dan. X da müsbət olduğu üçün burada artıq modula ehtiyac qalmayacaq. Modula yəni yazmasa yoxda olardı. Bu olur 26 loqaritm 3 əsasına görə x bərabərdir 52-yə. Hər tərəfi 26-ya bölsəm, loqaritm 3 əsasına görə x bərabər olacaq 2-yə. X da buradan bərabər olacaq 9-a. Deməli, testin düzgün cavabı oldu 9.